şehit oldum, yerim güzeldi. Səfərov Vüqar Eldaroğlu bugün şəhidimizin mövlududur. Vüqar Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Bugün şəhidimizin mövluduna hərbiçi yoldaşları, şəhidin anası, şəhid anaları, şəhidin doğmaları toplaşmışdı. Çıxış edən natiqlər Vüqarın keçdiyi şərəfli ömür yolundan danışdılar. Şəhidin məzarı önünə gül dəstələri düzdülər və onun haqqında göz yaşları ilə söhbət açdılar. Vüqar və yoldaşları hücuma keçən zaman 9 nəfər imişlər. Onlardan yalnız sirdaşları Mehman sağ qalır. Mehman bu döyüşün möcüzəsi kimi sağ qalmışdı və bu gün də dostlarını göz yaşları ilə anırdı. Ad günü olan Vüqarın 19 yaşı tamam olmamış şəhid olurmuş və 19 yaşını onun 40 mərasimində qeyd edirlər. Şəhid anasına nə təsəlli verək bilmirik, ancaq onu deyə bilərik ki, ağ saçlı ana elə Vüqarla bərabər arzularını bastırdı. Qəhrəman şəhidim, sizin adınız, ruhunuz, qəhrəmanlığınız heç bir zaman unudulmayacaq. Şəhid anası, başını dik tut. Övladının qanı yerdə qalmadı. Bugün onun ad gününə ona hədiyyə vətənin azadlığı olsun. Arzuları çox idi, çox arzuları var idi. Öz üniversitede oxuyurdu, 2-ci kursdaydı, Qərb Üniversitesinde oxuyurdu. Piyanonun qırmızı diplomla qurtarmışdı. 2-ci kursun yarısından saxlaya bilmədi. Təhsilini yarımçıq qoyub getdi. Şəhidlər heç bir zaman unudulmur. Onlar bizim yaddaşımızda əbədi qalırlar və onları doğum günlərində, anım günlərində yad etmək hər bir Azərbaycan vətəndaşının məsuliyyətli borcudur. 1-ci Qarabağ müharibəsinin kəşfiyyatçısı Səfərov Vüqar Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Ölümündən sonra igidliyə görə medalı ilə tərtib olunub. Mərd döyüşçü idi, kəşfiyyatçımız idi. Biz kəşfiyyat əməliyyatına gedirdik. Elə bir ki, bizim pozisiyaları keçməli idik erməni tərəfə. Əmr almışdıq ki, minamoyot bateriyalarını susturmaq. Suyun qırağında dayandı, su içdi yalnız bir yerdə elə getdi erməninin içinə girdik. Erməni elə bir ki, bir dəstəsi, 30'a yaxın bir dəstəsini məhv elədi. Ondan sonra da keçici aldıq ikinci dəstəyə. Vətən sağ olsun, vətən sağ olsun. Cəmilə Nəsir qızı, Kamil Quliyev bugün informasiya proqramı üçün.